Hər vaxtınız xeyir əziz Foodcast TV-nin futbol layihəsinin izləyiciləri. Bu günləri nəhayət ki 8-də 1 final bitib və biz 4-də 1 finalın ilk görüşündə sizləri salamlayırıq. Bu dəfə iki rəqibini məğlub edən hər iki iştirakçıdır. Faiq və Elmir, xoş gördük hər birinizi, salamlayıram. Bu dəfə artıq 4-də 1-də bizim tərəfdaşımız var. Qalibə Team Store-dan bir forma hədiyyə olunacaq. Team Store-dan bir kupon qazanacaqsınız. Buradan da Team Store-a öz təşəkkürümüzü bildiririk. Faiq, elə başlayaq səndən. Xoş gördük səni. Necədir əhval-ruhiyyə? Mən də sizi salamlayıram, hamınızı xoş gördüm. Yaxşıdır, görək. Yəni bura kimi gəlmişiksə, hər halda hər ikimiz də. Bəli, favorit. Siz iki rəqibini bundan öncə məğlub etmisən. Elmiri məğlub edəcəyini inanırsanmı? İnanıram, yəni utsaq da, udutsaq da maraqlı oyun olacaq əsas. Əsas odur, maraqlı oyun keçsin. Maraqlı oyun izləyək. Elmir, səni dinləyək. Necədir? Mən də salamlayıram hamını. Əsas bura qədər gəlmək idi. Türklərdə bir söz var, deyir, qalibdir bu yolda məğlub. Nəyisə bilməsək belə burada nəyisə öyrənəcəyik. Yəni hər tərəfli olacaq. Maraqlıdır ki, biriniz Braziliya, biriniz Almanya formasını 2002 geyinmişsiniz. finalının Eyni final alına bilər. Bəlkə 2002 yox, məsələn, yarım finalda 7-1 oyun var idi. ya mən revanş deyəcək. Hazırsınızsa biz başlayaq. Qaydalarla tanışsınız. Qaydalarda yenə də dəyişiklik yoxdur. Və bonus xal sualınızı maksimal 3, minimal 1 gediş edə bilərsiniz. Bonus səsləndirməzdən öncə zəhmət olmasa düyməni basın və mən sualı sizin üçün səsləndirim. Elə siz zəngləri özünüzə uyğun rahatlayın, biz başlayaq. Birinci sual. 1999-cu ilin Çempionlar Liqasının finalında Manchester United geri dönüş etməzdən əvvəl Bayern Münhenin qolunu hansı futbolçu vurmuşdu? Basler. Bəli, Mario Basler'dan söhbət gedirdi. Keçirik ikinci suala. Bu klubun loqosunda böyük R hərfi var və futbol topu var. İtaliyanın cənubunda yerləşən bu klubda Buyur Faiq. Regina. Bəli, Regina'dan söhbət gedirdi. Doğru cavabdır. Keçirik üçüncü suala. 2003-cü ildə Roman Abramovich Chelsea-ni alarkən klubun ilk səs-küylü transferi Damien Duff olmuşdu. Bəs o hansı klubdan transfer edildi? Blackburn Rovers. Bəli, Blackburn-dan gəlmişdi. Keçid alırıq dördüncü suala. Bu futbolçu iki oğluna dəstək olmaq üçün 54 yaşında futbol karyerasını bərpa edib Estoniyanın Kalev klubunda oynayıb. 54 yaşında çıxış edib Estoniyanın Kalev klubunda. Məşhur bir futbolçudur. Cavab yoxdursa mən cavabı səsləndirim. Yari Litmayen'dan söhbət gedirdi. Beşinci sual. Abdullah Zubir Şotlandiyada bu klubla çıxış edib. Klubu deyil. Cavab yoxdur. Bəlkə biraz fikirləşəsiz. Onu da qeyd edeyim, səhv düz aparmır. Variant səsləndirə bilərsən en azından. Buyur, Faiq. Dandi. Yox, yanlış cavabdır. Mən də deyim, Hart. Yox, elə baş hərfi ilə başlayıb Hibernia'da oynayıb. Keçirik 6-cı suala. 1994-cü il Dünya Kubokunun qrup mərhələsində bütün komandalar eyni xalla, 4 xalla və eyni top fərqi ilə bitirdiyi yeganə qrup hansı idi və ölkələri deyin. Buyurun. Argentina, Rumıniya, Kolumbiya, Amerika. Yox, yanlış cavabdır. Cavab var Faiq. Yox, mən bilmirəm. Meksika, İrlandiya, İtaliya, Norveç qərarlaşan bir qrup idi. Keçid alırıq 7-ci suala. Qarabağ Kopenhagenlə Avrokuboklarda 3 dəfə qarşılaşıb ki, bu 3 görüşdə qapısında neçə top görür? Buyur Faiq. 2. Bəli, doğru cavabdır. 2 top görür öz qapısında. 0-1-2-1. Bəli. Keçid alırıq 8-ci suala. Bu şəhər İngiltərədə mühüm dəniz ticarət şəhəri olub. Dəniz atları da qədim liman şəhərlərinin simvolu idi. Klubu tapın. Portsmouth. Yox, yanlış cavabdır. Brighton. Yox, o da yanlış cavabdır. Loqoları ağlınıza gətirin. Dəniz atı hansı klubun loqosunda görmüsünüz? Newcastle-ın loqosunu yadınıza salın. Dəniz atları orada qeyd olunub. Və mən 8 sualı səsləndirmişəm. Hal-hazırda hesab 2-2-dir. Keçid alırıq 9-cu suala.
Bu klubun ləqəbi İspan dilində Los Pericos, yəni tutuquşular adlanır. 4 dəfə Copa del Rey qazanmış bu ağ-mavili klubu tapın. Buyur Faik. Alaves. Yox, yanlış cavabdır. Buyur Elmir. Celta Vigo. Yox, ağ-mavili İspanyol klubundan söhbət gedirdi. 4 dəfə də Copa del Rey qazanıb bu klub. Keçid alırıq 10-cu suala. Racing və Zaragoza klublarında çıxış etmiş bu futbolçu həm də Çempionlar Liqasını qazanmaqla yanaşı finalda 2 golla həyatda qalmışdı. Diego Milito. Bəli, Diego Milito'dan söhbət gedirdi və mən 10 sualı səsləndirmişəm. Hal-hazırda Faik 3 hesabı ilə məğlub edirsən Elmiri və hər birinizin də bonus gedişləri qalıb. Ən çox klub dəyişməkdə rekord qıran bu futbolçunu tapın. Sebastian Abreu. Bəli, Sebastian Abreu'dan söhbət gedirdi. Keçid alırıq 12-ci suala. İtaliyada liman şəhəri olan bu klub ən açıq şəkildə sol ideologiyalı fan qruplardan biridir. Livorno. Bəli, söhbət Livorno'dan gedir. Onlar tez-tez tribunalarda Che Guevara, Bukareli. bəli, Lenin, Stalin şəkilli bayraqlar qaldırırdılar. Lille, Lyon kimi klublarda forma geyinmiş bu futbolçu sonralar bir mövsüm Galatasaray klubunda forma geyinib. Lyon. Keita. Bəli, Abdülkadir Keita. Abdülkadir Keita'dan söhbət gedirdi. Yerdə hələ ki 7 sual qalıb, 4-4 bərabərlik var. Çox maraqlı bir oyun gedir və mən 14-cü sualı səsləndirirəm. Manchester City'də forma geymiş bu futbolçu liqamızda da çıxış edib. Mpenza. Bəli, Emil Mpenza'dan söhbət gedirdi. 15-ci sual. Son İsveç çempionu olmuş klubu deyin. Buyur Elmir. Malbi. Bəli, Malbi klubundan söhbət gedirdi və 5-5 oldu. Yerdə 5 sual qalıb. Keçid alırıq 16-cı suala. Karyerasına Ajax'da başlayan Cruyff, karyerasına hansı klubda son qoyub? Buyur Faik. Feyenoord. Bəli, Feyenoordda son qoyub, doğru cavabdır. Keçid alırıq 17-ci suala. Chelsea, Lyonda forma geyinmiş bu futbolçunun oğlu hal-hazırda Azərbaycan liqasında oynayır. Buyur Faik. Maluda. Bəli, Floran Maludanın oğlu Aron Maluda. Aron Maluda. Sabahda çıxış edir. Gol da vurdu o gün. Bəli. Yerdə 3 sual qalıb, hələ ki bonus gedişlərindən istifadə etməmisiniz. Və 18-ci sual. Braziliyalı futbolçu Hulk hansı ölkədən Portuqaliyaya transfer olmuşdu? Yaponiya. Bəli, Yaponiyanın Tokyo Verdy klubundan transfer olunmuşdu. Yerdə 2 sual qalıb, hal-hazırda Faik rəqibini 8-5 hesabı ilə məğlub edirsən. Əgər bonus gedişi istifadə edəcəksinizsə deyə bilərsiniz, olmayacaqsa sualı səsləndirin. Mən istifadə eləmək istəmirəm. Yox, mən istifadə eləmək istəyirəm bu vaxtda. Zəhmət olmasa düyməli bas. Onda neçə xalla gediş edirsən? 3 bal. 3 xalla gediş edirsən və mən sualı sırf olaraq sənin üçün səsləndirirəm. Real Madrid, Deportivo və Liverpoolda oynamış dünya çempionunun adını deyin. Real Madrid, Deportivo və Liverpoolda oynamış dünya çempionunun adı. İspandır. Cavab var Elmir. 10 saniyə. Real Madrid, Deportivo və Liverpoolda oynamış dünya çempionunun adı. Cavab yoxdursa, Yoxdur. Faik cavabı bilirdin. Arbeloa. Bəli, Alvaro Arbeloa'dan söhbət gedirdi və 3 xal mənfiyə getdin. Və mən son sualı səsləndirirəm. 20-ci sual. Georgi Hacı karyerasına hansı klubda başlayıb? Öyrənmir. Hacı. Konstanta olmalı. Səhv eləmirəmsə. Farul Konstanta, düzdür. Farul Konstanta klubunda başlayıb. Və oyun bitir 8-3 hesabı ilə Faik rəqibinə qalib gəlirsən. Təbrik edirəm səni. Elmir də yaxşı mübarizə apardı. Bəlkə də bonus xalında sualı tapsaydı, qalib də gələ bilərdi. Bu ilə qalib olaraq səni dinləyək və sən Temistordan hədiyyə kuponu qazandın. Və irəlilədikcə növbəti mərhələlərdə yarım final və final mərhələmizdə daha dəyərli hədiyyələrimiz olacaq. Buyur, səndən başlayaq Faik. Fikirlərin necədir? Yəni başa-baş oyun getdi. Axıra kimi mən bir sual həll elədim. Məncə o da biraz mənim də bəxtim gətirdi. Arbeloa'nı yadına sala bilmədi. Məncə amma yəni çox belə axıra kimi də o sual olmasaydı belə 7-7, 8-8 belə də gedəcəkdi. Maraqlı oyun oldu, ləzzət aldım.
Təbrik edirik səni. Elmi, səni dinləyək. Məncə də maraqlı oyun oldu. Faiqə yarım finalda, finalda uğurlar arzulayıram. Arbeloanı unutmuşdun sanki. Yox, əslində gəldi var, yəni kaş ki deyərdim. Bəli, gərək. Mən daha Bəlkə Deportivo çaşdıra bilərdi səni. Deportivanı bilmədim mən. Bəli, Deportivo'da da çıxış edə var bu. Sözün açığı məndə biraz axır 10 ilin futbolu biraz zəifdir. 90-lar futbolu, 80-lər futbolunu daha yaxşı bilirəm. Hər halda çox maraqlı bir oyun oldu. Hər ikinizə təşəkkür edirəm. Faiq, biz səninlə yarım finalda görüşəcəyik. İnşallah. Çox sağ olun. Sağ ol.